sonra. Biz indi keçək tutaq ki, yenə də bu izahada. Aha. Bu izahada. Biz axı dedik, bədbindir, Bəli, bəli. dərd çəkəndir, hikkəlidir. Yaxşı, tutaq ki, bunun dərdi nədir? Məsələn, təxminən əlin üstündən bəzi şeyləri, detalları görmək olur. Barmaq, çeşəli barmağı həddən çox ayrı durub. Belə qoyan kimi görsənəndir. Qoyan kimi əl o psixologiyadır. Hə. Ani Necə olaraq, qoyursan? məsəl üçün, tutaq ki, mən birinə desəm ki, əlini qoy stolun üstünə, məsələn, araşdırma aparıram. O özündən asılı olmaaq əlini qoydu stolun üstünə. O onun bütün psixologiyasını göstərir, Hətta orada. xüsusiyyətini verir. Yox, əgərsə desəm dəyiş əlini falan, orada ola bilsin ki, əlinin formasını ya barmaqlarını sıxsın, ya biraz da açsın. Yəni o şəraitə uyğun. Amma ilk olaraq o psixologiyanı verir. Deməli, çılğın, narazı, özünə qarşı diqqətdən narazıdır. Çox istəyirdik. Çox istəyir ki, onun nazı ilə oynasınlar, onu sevsinlər, onu qayğı ilə yanaşsınlar. Amma bir tərəfdən də acı dildir. Deməli, travmalar keçmişdən gəlir. Biz indi demədik ya, bu məsələn, bu doğum tarixi buna aid deyil. O deyil. Bu deyil, Bəli, yox. Ola bilsin ki, bu adamın doğum tarixində, tutaq ki, belə deyək də, 7-lər olsun. Deməli, artıq ana bətnindən götürüldüyü psixoloji travmalardır. Və körpə vaxtında ailədə yaşayan münaqişənin travmalarını yaşayır artıq bu. Hətta düşüncə o qədər formalaşır ki, yəni asılı qalır ki, bu münaqişələrdən, yəni ona təsir edir ki, əlin formasında dəyişiklik edə bilir. Biz məsələn tutaq ki, eyni bir istiqamətə düşünsək, 3 ildən sonra bizim barmaqlarımızın modelində dəyişiklik gedir. Əyilə bilir, düzələ bilir, ucu qalxa bilər, yuxarı, aşağı düşə bilər. O qədər yəni dəyişir, dəyişkəndir. Bəs düşüncələr ələ təsir edir. İlk olaraq barmaqların özündə göstərir öz təsirini. Əgərsə barmaqların ucu biraz aşağı baxıb, dırnaqlar aşağı yönəlibsə, o adam həddən çox sərtdir. Digərlərini bir sözlə öldürə də bilər. Pişik dırnağı kimi falan belə də yəni. Kokte deyirlər ona. Hə. O formadadırsa, o bir sözlə digərini yıxa da bilir. Həddən çox. Biri var acı dil, biri var ki, ağır söz. Bildinizmi? Dırnaqları çox qalın, çox belə yekə. İndi qalın olmasa da, yəni orada artıq biz təsəvvür edə bilirik də hansı formada ola bilər və yaxud da ki, baxır da kişidə biraz qalın ola bilər, qadında incə, amma əsas odur ki, üzü aşağı baxır. Amma tutaq ki, dırnaqlar rovna gedir, düz, hiss edirsən ki, nazikdir. Onlar qorxaq olurlar. İçində stres və qorxu yaşayır. Yanında durub ehmalca onun adını çağırsan diksinə bilər. Diksinməyə meyillidir. O da yenə də keçmişdən gəlir. Onun doğum tarixinə heç bir aidiyyəti yoxdur. Ancaq bununla doğulub. Bununla doğulub. Deməli, problem ana ilə atadadır. Onların yaşayışındadır, onların rəftarındadır və münasibətindədir. Uşaqlar əziyyət çəkir. Nəyə görə deyirlər, həmişə nənələr də deyib, biz də eşitmişik uşaq vaxtı, sonradan da həkimlər də deyir, hamilə vaxtı çox rahat keçməlidir, stressiz keçməlidir, belə şən keçməlidir, mülayim keçməlidir, rəftar ondan fərqli olmalıdır. Əgərsə qaynanalar istəyir ki, nəvələri sağlam olsun, gəlinlə əla rəftar etməlidirlər. Gəlin istəyir ki, öz uşağı xoşbəxt olsun, münaqişəyə yol verməməlidir. Əsasən də orada təbii ki, ilk növbədə hamiləlik dövrü, digər zamanlara da ehtiyac duyulur. Yəni, yenə də psixologiyaya təsir edir. Mütləq təsir. Yəni, enerji bundan ibarətdir ki, biz əgərsə aqressiv oluruqsa, biz əgərsə deyiniriksə evdə, sözlərə mənasız söyüşlərə aqressiyada yol veririksə, mütləq o ailənin tərzinə təsir eləyir, xarakterinə, yaşayışına, sağlamlığına mütləq mənfi izlər buraxır. Bəzi hallarda bir də görürsünüz ki, məsələn, tutaq ki, insan doğrudan da savadlıdır, elmlidir, artıq məntiqlə qəbul edir bütün informasiyanı, hətta yanaşma da məntiqli olur. Biraz elmləşdirir hər şeyi. Yəni, körtəbii yanaşmır. Bir xeyli stresin qabağını ala bilir.
Ona görə təhsil tək bizdə bizim sənətimizdən, yəni qazancımıza təsir etmir ki, tutaq ki, təhsilimiz var, gedib kitab yazaq. Ondan ibarət deyil. Bu hətta bizim yaşayış tərzimizə, psixologiyamıza təsir eləyir. Rəftarımıza belə. Çox maraqlıdır. Çox ciddi mədəni münasibətlər yarada bilir.